qadın bir ilandır və mən bir rəfiqəm çox yaxşı bir söz demişdi, bunu da demək istəyirəm. Bəzən elə kəlmələr olurlar ki, bizim həyatımızda bir fraqment kimi harda oluruqsa o bizim beynimizdə oturur da o cümlə. Bir dəfə bir söz işlətdi, belə dedi. Ən xoşbəxt qadınlardır aktrisa olmağı bacara bilən xanımlardır. Tutum bu nə deyir bu? Belə çox belə barmaq arası əslində ilk eşidəndə, yəni onu ciddiyə qəbul eləmədim. Amma sonradan düşündükcə haqq qazandırdım ki, qadın bilməlidir, harda susmalıdır. Harda özünü bilməməzliyə qoymalıdır. Harda məsələn, mən öz işimə belə deyim də, istinadən mövzunu deyim. Məsələn, bir xanımla bir bəy gəlirlər masa seçməyə, masa almağa. Əgər xanım bir masanı bəyənirsə, amma bəy də başqa masanı bəyənibsə, deyə bilərsən ki, məsələn, canım, sən seçdiyin çox gözəldir, mən onu da çox bəyəndim, amma bu olsa daha yaxşı olardı. Amma bilirəm ki, sən mənim xətrimə dəymərsən, amma yenə də bax da, yəni sözü həm bu tərəfi işlədirsən, həm o tərəfi işlədirsən. Zaten o özünü, bizincə kişilərdə özünü isbat eləmə bir instinkti də var da ki, yəni özlərini sübut eləsinlər, özlərini daha qadından güclü görsətsinlər. O qadının gözünə girməkdən ötürü, o qadına özünü bir daha da sübut eləməkdən ötürü, o mütləq ki, qadının istədiyini onu eləyir. Amma dolayı yolla. Amma dava, dalaş, hiqqə ilə olanda o düzgün deyil. Prinsip yaranır. Bəli.